Salam, hər vaxtınız xeyir olsun. Əvvəlki qəbul imtahanlarında iştirak etmiş, deməli, suallardan biri ilə qarşınızdayıq. Bizə verilən suallar, deməli, integral və digəri isə loqaritma ilə əlaqəlidir. İnteqralla bağlı olan hissəni, deməli, gözdən keçirək. Bizə verilən mənfi hissəni sağ tərəfə keçirsəm, tangens 2x ifadəsi kosinus kvadrat 2x plus sinus kvadrat 2x ifadəsini verir. Arqumentlər eyni olduğuna görə kvadratı olan sinus ilə kosinusun cəmi bizə ümumilikdə 1 qiymətini verir ki, bu ifadənin yerinə 1 yazsam, tangens 2x-in qiyməti 1-ə bərabər olacaq. Tangens 2x-in qiyməti 1 olduqda tənliyi həll etsək 2x bərabər olacaq pi bölü 4 plus pi k, ardınca da x tapsanız pi bölü 8 plus pi k bölünsün 2 alınır. Ki k-nın qiyməti də tam ədədlərdən götürülən qiymətdir. Bu da bizə doğru cavab olaraq B variantını verir. Keçək növbəti sualımıza, loqaritma ilə bağlı olan sualdır. Deməli, sualda nə edirik? Verilən ifadələri bir dəfə toplayaq. Loqaritma p üstü 4 əsasdan AB üzərinə əlavə edirik. Loqaritma p üstü 4 əsasdan A bölünsün B-ni. Sözsüz ki, sağ tərəfdə toplamalıyam. 6 ilə 2-nin cəmi 8 olacaq. Eyni əsasdan olduğuna görə loqaritma p üstü 4 əsasdan AB-ni toplama olduğuna görə A bölünsün B-yə vururam, 8-ə bərabər. Ardınca burada B-lər ixtisar getsə, alınır ki, loqaritma p üstü 4 əsasdan A kvadrat bərabər olacaq 8-ə. 2-ni qarşıya keçirsək, olacaq loqaritma p üstü 4 əsasdan A bərabər, daha doğrusu 2 vurulsun, 8-ə. Buradan da loqaritma p üstü 4 əsasdan A-nın qiyməti 4-ə bərabər olacaq. Demək ki, A-nın qiyməti ilə verilən ifadəni tapdıq. Bir dəfə eyni ifadəni fərq olaraq götürək. Minus loqaritma p üstü 4 əsasdan A bölü B bərabər olacaq 6 minus 2, yəni 4. Ardınca bu isə bizə verəcək p üstü 4 əsasdan fərq olduğuna görə nisbətini. A bölü B-nin, daha doğrusu AB-nin A bölü B-yə nisbəti. Nisbəti isə bizə tərsini verir ki, vurma şəklində yaza bilərik. Bərabər 4. Burada A-lar ixtisar gedəcək. Loqaritma p üstü 4 əsasdan B-nin kvadratı bərabər olacaq 4. 4 olduğu halda 2-ni qarşıya keçirə bilərik qüvvəti. Bizə verəcək ki, loqaritma p üstü 4 əsasdan B-nin qiyməti 4 bölü 2. Bu da bizə 2-ni verir. Loqaritma p üstü 4 əsasdan A-nın qiyməti 4-dür. Loqaritma p üstü 4 əsasdan B-nin qiyməti isə 2-dir. 4-ü 2-yə bölürük bizə verilən ifadədə. Tapırıq ki, doğru cavabımız 2-yə bərabərdir. Müxtəlif yollarla da həll etmək olar. Bu sadəcə həll yollarından biridir. Diqqətinizə görə çox sağ olun. Suallarınız olarsa rəy bölməsində yazmağı unutmayın. Hər birinizə uğurlar olsun.